Ondan başlayayım ki bu yıl ne etmişik? Ben yaddaşım axır vaxtda biraz korlandığı üçün yazılı şəkildə bildirim. Deməli, əsas mənim fəaliyyətim doktorluq dissertasiyasının müdafiəsi ilə bağlı olub. Ancaq bu sadəcə o dissertasiyanı başa vurmaq məsələsi deyil, çoxdan başa vurulub. Bununla məşğul olmaq biraz bərəkətli oldu mənim üçün. Çünki deməli, o çərçivədə 2025-ci il ərzində Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin Filologiya və Sənətşünaslıq dərəcəsində Əfşar və Əbu Əta ünvanları haqqında məqaləm dərc olundu. Sonra Mədəniyyət Dünyası Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun dərcəsi olan Mədəniyyət Dünyası ünvanında Yaxın və Orta Şərqin mistik ruhani məhkûrəsində muğam sənətinin yeri adlı məqaləm dərc olundu. Sonra qədim saz havalarında məqam məsələləri adlı məqaləm bizim konservatoriya jurnalında dərc olundu. Skops jurnallar şəbəkəsinə daxil olan Müzikologist jurnalında isə Şərq məqam sistemi və qeyri-müntəzəm temperasiya adlı məqaləm artıq məlumat gəldi ki, qəbul olunub, çapa gedir. Sonra Özbəkistanda bir məqaləm hazırlığı çapdadır. Muğam, məqam incəsənəti ilə Şərq poeziyası arasındakı mistik paralellər adlı məqaləm və Tacikistana bir məqaləm getdi bu yaxında. O da Şərq panteizmi, muğam məqam incəsənətində Şərq panteizmi adlı bir məqalədir. Bunlar dərc olunmaqda olan məqalələrimdir və bir də keçən ay eyni adlı seminar oldu. Burada qədim saz havalarında məqam məsələləri. Mənim illik bölgəsində fəaliyyət dairəmi əhatə edən hesabatımda o ki qaldı. Mən Türk epik yaradıcılığında ozanlıq anlayışı adlı hesabat işinə qeyd edim ki, bu dərs vəsaiti deyil, bu sadəcə bir-çox vərəqində təqdim olunmuş mənim o fənnə bağlı apardığım mühazirələrimin qısa özətidir. Ben bugün bilseydim ki, burada bu kadar slide var, bu kadar bol keçəcək. Öz sazımla gəlirdim bura, amma görürəm ki, yaxşı ki, gətirməmişəm, zaman azdır. Qısa keçim üzərindən ki, mən özüm bir həm nəzəriyyəçi, həm də ifaçı olduğum üçün epik düşüncədə tarix boyu Türk xalqlarının epik düşüncəsində, yəni dastançılıq düşüncəsində, həm poetik, həm nəsr, həm tarixin itib batmış səhifələrində qalan bizə yarımçıq, dumanlı bir şəkildə gəlib çıxan dastançılıq ənillərində belə ozanlıq anlayışı nədir, bunu düşünürük, dillər qoyur. Gəldiyi qənaətlər bundan ibarətdir ki, ozan deyərkən biz bugün bir aşıq sənətçi düşünürük. Halbuki ozan anlayışı türklərdə, biz türklərdə daha böyük mənalar daşıyır. Örnək verim, bugün məsələn Anadolu Türkiyəsində mənim də mənsub olduğum, belə deyək də, Sufi təsavvuf ordenlərindən biri olan Ələvi Bektaşi ordeni, mən Bektaşi ordeninə mənsub bir gəlmişəm. O sektorda hardasa bir rəsmi rəqəmlərə görə 25 milyona yaxın Anadolu'da Ələvi və Balkanlarda Ələvi yaşayır. Bunların nəzərində ozanlıq çox maraqlı bir faktordur. Onlarda bir 7 ulu ozan anlayışı var. 7 ulu ozan. O ozanlar o Bektaşilərin, Ələvilərin cəm mərasimlərində, ibadətlərində zikr edilir, adı keçir. Onlar bu şəxslərdir. Şah İsmail Xətai,
Məhəmməd Füzuli, Seyid İmadəddin Nəsibi, Qul Himmət, Aşıq Virani, Pir Sultan Abdal və Xayrabi. Bunların üçü Azərbaycanlıdır, bu heç. Digərləri belə götürsək, bizim bildiyimiz anlamda Aşıq, Ozandır. Bəs Füzuli, Xətai, Nəsibi. Demək, buradan doğan fəlsəfə nədir? Ozanlıq kitabı Dədə Qorquddan gələn ənənliyə əsasən onlarda daha aydın anlaşılır. Ozan dediyin şair, filosof, dastancı, ifaçı. Bunun da dışında biraz daha aspekti gelişləndirsək, sənətin və elmin biraz daha kənarına çıxsaq, irfanı düşünsək, bir dədə, türkcə dədə, farsça pir, ərəbcə mürşid. Yəni, bizə bugün el ağsaqqalı olaraq gəlib çatan, el ağsaqqalı mənasında gəlib çatan, əslində isə ağsaqqalın böyük bir irfanın məna daşıdığı, dədəlik simvolu olduğunun göstəricisidir. Ozan bir mənada və ya Fərdi müəllimin çıxışında bir söz dedi, Səfiyyəddin Ülməli haqqında danışanda maraqlı bir faktla toxundu. Həm musiqiçi, həm şair, həm filosof. Bu qərbdə də var idi. Turbadurlar var idi, təbliğatçılar var idi. Bugün Leonardo da Vinci'nin bəzi sirləri açılır ki, son axşam yeməyi, son şam yeməyi rəsmində çörəklərin masa üzərində Hazreti İsa deyildi, çörək mənim ətimdir, şərab qanımdır. Bunu yiyin ki, mən olasınız, tanrılaşasınız deyə. O çörəkləri elə düzüb Da Vinci orada, onu not sətirlərinə paylayıb bir gözəl melodiya çıxardıblar. Yəni, insanın bəstəkarlığı da var idi, şairliği, rəssamlığı, mühəndisliği. Yəni, o zamanlar elm diferensiyallaşmamışdı. Yəni, parçalanmamışdı. Bugün təbii ki, bir dənə təbabətin 100 lirə müsahəsi var. Mümkün deyil bir insan bunlara hətta. O zaman belə idi. Bu mənada Ozan çox sayda funksiyanı yerinə getirdi. Bugün bizim aşıq sənətimizdə aşığın həm şair, həm dastancı, həm vokalist, həm yeri gələndə rəqqas, aktyor, artist kimi fəaliyyət göstərməsi sinkretizmin kökündə ozanlığın kamil insan formunu dayanır. Yəni, belə deyək də, biz İslamı, Türklər İslamı qəbul etdikdən sonra oturaq mədəniyyətin keçəndə şəhər mədəniyyətini, eyni zamanda əruz vəzni ilə bərabər məqam incəsənətini aldıq, milliləşdirdik. O zaman bizim dilimizə də ərəb sözləri keçdi. O sözlər sadəcə elə-belə söz olaraq keçmədi. Tələbatdan yarandı. Yəni, ifa, müşayiət. İkisi də ərəb sözüdür. Deməli, xanəndə və onu müşayiət edir. Ozan isə, türk isə ifa və müşayiət sözünün əvəzinə çalır, oxuyur deyildi. O funksiya, yəni bir nəfərin, bir şəxsin simasında böyük bir mənəvi öndərliyi üzərinə almaq türklərin soyunda, kökündə, qanunda mövcud olur. Heç bir sərkərdə tarix boyu türk sərkərdəsi ozansız heç bir yürüşə getməyir. Biz bilirik Səfəvilər dövründəki tarix yazılır. Hətta qoyunlar zamanında da var bu qılınclardan öncə çukurlar, şoğurlar çalınır. Şoğur dediğim bizim sazdır. Saz ümumiyyətlə yaşayırsınız ki, şərq dillərində enstrüman anlamına gəlir. Ümumi müzik alətlərinə verilən addır. Çoğur da çağırdandır, haqqı çağırmaq, tanrını çağırmaq anlamında. Əvvəlcə onlar zikr, dua edirdilər sazla. Daha sonra, o duadan sonra, yəni mənəvi fəthidən sonra fiziki, mənəvi cəhətdən fatihlik etməmişdən fiziki fatihliyə qədəm atmazdı türklər. Bu gün belə biz görürük ki, türk təfəkküründə, türk dünyası bugün çox qəribə bir şəkildə birləşir. Bu, yəqin ki, tarixin zərurətidir. Biz burada yenə öndə olan şeyin ozanlıq düşüncəsi olduğunu şahid oluruq. O gün maraqlı bir efirdə bir kadr gördüm. Məşhur bir türk pop müğənnisi Yıldız Tilbəni təqdim edirlər. Təqdim edən qəribə bir söz dedi. Dedi, o bir ozan. Niyə? Arkasını dedi, o bir şair, o bir bəstəkar.
o bir ictimai xadim, bunların hamısı bir ozan kəlməsində birləşir. O mənada ozan Türk üçün çox bizim düşündüyümüzdən çox daha əhatəli, qlobal bir əhəmiyyətə sahib olmuş şəxsdir. Elə bizim ilk yazılı ədəbi nümunəmiz Kitab-ı Dədə Qorqud dastanı. Diqqətlə oxumaq lazımdır. O gerçəkdən Türkün mənəvi ensiklopediyasıdır. Mən çox oxuyuram. Axır zamanlar hər cümlədə Kitab-ı Dədə Qorqud oxuyuram və ikinci kitabda Quran-ı Kərimdən sonra mənim mütaliəmdə, mənim kitabxanamdakı daxili kitabxanamda ki, mən onu hər dəfə baxdıqca, hər yeni sətrinə rast gəldikcə daha fərqli, bəzində ziddiyyətli şeylər görürəm. Bunun hamısı cəm olur o kitabı yazanın yox, o kitabın yazılmasına səbəb olan şəxsin, Qorqud atanın simasında, o bunu belə edib, o belə istəyib olsun, o xeyir dualar hamısı onun simasında göstərilir Abbasqulu Müəllim Oslayətlərdə, Cıqamış mədəniyyətində doğrudan da bənzəyir, əbası, uzun saçı, əlində sazı, Dədə Qorquda bənzəyir. 3 metr boyu varmış, o insanın 3 metr boyu olmaz. O nədir? O mənəvi böyüklüyü göstərmək üçün rəsimlərdə onu elə böyük çiziblər. Oğuzların xanları belə, şanlı şöhrətli, adlı sanlı Girsə xanı, Boğac xanı, Qazan xanı belə Qorqud atanın yanında kiçik qalırdı. Onlar Qorqud ataya möhtac idilər. Hətta Alparuzla Qazanın konfliktindən ki, qohumdular. Onların konflikti zamanı onu sağ olsun düşüşdü. Anar müəllim senarisində kitab filmə də salıb. Gerçəkdən belə bir şey olub. Dədə Qorqud qoşunu qarşısına çıxıb Bolşa Qopuz xatirinə, Qopuz müqəddəs tifajlaşmanı hazırlayır. Yəni, təsəvvür edirsinizmi, bu xalq üçün nə deməkdir? Qopuz ortaya çıxdı mı, qan durulmuş. Bu sonradan bizdə əmmaməni açmaq kimi bir ritualda özünü göstərib İslamı qəbul etdikdən sonra və yaxud 1-ci Qarabağ müharibəsində xatirimizdə olan Ağdamdan cəmaat Ermənistana tərəf yürüş eləmək istəyəndə, Xankəndinə yürüş edilən bir pambıqçı qadın vardı, yardım axtı. Bunlar çox qədim ənənələrdir. Qanı durduran ilk detal fragment ozandı. Bu sonra Ələvi Bektaşi kültüründə Hacı Bektaş Vəlinin simasında özünü göstərib. Onun rəsimlərdə bir fragmenti var, bir qucağında aslan, bir qucağında ceylan. Yəni bir insanın, bir ozanın timsalında aslanla ceylan barışır, qan axmır. Bu baxımdan türkçülüyü əslində birləşdirən, bir araya gətirən düşüncə metodudur ozanlıq. Bu da eposlarda, mənim işlədiyim o mövzuda deyildiği kimi eposlarda özünü göstərir. Mən inanıram ki, Ergenekon da, Bilqamız da, yaradılış dastanları da, bunların hamısı ozanın diliyle var olur. Bir şey ki, yazılı nümunələrə keçməyir. Bu necə yaşaya bilərdi? Ancaq ozanlara deyilir. Bugün baxın, görün Azərbaycanda barmaqla sayılacaq dastançı aşıqlarımız qalır. Barmaqla sayılacaq. Dastançı aşıq nə? Dastançı aşıq Təhmasilin tərtib etdiyi Azərbaycan Xalq Dastanları kitabından oxuyub çıxıb efirdə danışmaq deyil ki, dastançıq bunu ənənə ilə yaşadandır. Mən rəhmətli Hüseyin Saraçlanın dastanlarına qulaq asmaqım efirdə. Adam Sovetlər dönəmində, təsəvvür 70-80-ci illərdə dastanlar, Əsqərə Kərəm dastanı Azərbaycan televiziyasında qeydə alınır. O dövrdə bilirsiniz, bizə ən çox düşmən kimi təbliğ edilən ölkə Türkiyə idi. Adam danışır dastanı. Bir paşa dedi ki, nerelisin ulan? Nereden geliyorsun? Bu ənənədir. Bu ustadı şair Nəbi Borçalı'dan, ondan da ötəki ustadlardan gələn bir ənənədir. Deyirdi, məsələn, Koroğlu'nun boyundan danışır, atlar dili ağzını məqqalə kimi açır. Bütün lüğətə baxdım, məqqalə ərəb dilində kəlbətin deməkdir. Bunun dilində elə ifadələr var idi ki, və bir xotkar, yəni paşa, sultan, Ərzuruma deyil, qonaq gəlir erməni keşişinin dəvəti ilə. Orada deyil, məclisdə dedi, bırak keşiş dedi. Sən bilmiyor musun? Bu dildə də danışıraq.
Biz türklər yanşaqsız ötüşməlik, aşıqsız. Hamı sənin yanşaq. Sən bilmirsən, biz yanşaq olmasa yemək bilmədik. Baxın, Ozan olmasa, süfrəyə əl atmaraq. Çox önəmli bir şeylərdir. Çox dəhşətli bir şeylərdir. O baxın, onda dedilər ki, şah sağ olsun, bəs zindanla bir nəfər tutub sağlıqlar gecədən fələklərə od salın içəridir. Kimdir, deyir, Gəncəli Ziyad xanoğlu Kərəm. Onu tapır gətirir. İndi baxın, tapır gətirirlər. Üstü asılır ki, keşişin qızını sevir. Keşişdə vermək istəmir öz dininə görə. Paşa da ona zor eləmək istəmir. Keşiş deyir ki, madem belədir, bir şərtim var. Yaz ağzıdır, durna qatarı gələcək Ərzurum dağlarının üstündə. Əgər bu haqq qaşıqdırsa, baxın, haqq qaşıqdırsa, geçsin çalsın, oxusun, o durnadan bir dənə tel salsın. Deməli, gedir oxuyur, Mansırı havasını oxuyur. Gedib baxırlar ki, çəmənlik durna telindən olur. Deyir, bax, bir tel istəyirdin, gör nə qədər tel var. Yəni, bu sonra gəlib bizim muğam sənətinə də çıxıb, bu qəribə bir şeydir. Firuzun Şuşinskinin Azərbaycan Xalq Musiqisilə kitabında var bu fakt. Azərbaycan Xalq Musiqisi kitablarında Firuzun Şuşinski yazır ki, Qaryaqoğlu Cabbar oxuyurmuş, Qurban da tar çalınır. Deyir, Qarabağda bilməm hansısa məclis imiş, görmə ki, bir bülbül gəldi, bir ağacı budağa qondu, başladı oxunmağa. Dedilər, elə oxu ki, elə oxuya bilərsən ki, o bülbül özünü çarpsın tara. Gerçəkdən gəlib özünü çırpıb tara. Bu bəlkə də mənqəbədir, əfsanədir, amma görürsünüz nə qədər bir qəribə bağlılıq var. Təbiətdə ki, canlıları musiqi ilə, sözlə, daxili şövqlə özünə cəzb etmək ehtirası, istəyi. Bu, şərt qoyur, keşiş deyil, görünür, şərt deyil ki, bu haqq aşıqıdır səhviyyə. Haqq aşıqı nədir? Haqq tanrıdır. Aşıq da aşıqdır. Tanrı aşıqdır. Bu əgər gerçəkdən dərvişdirsə. Çünki dərviş, qazi, alp, ərəm. Bu 4 söz, dərviş, qazi, alp, ərəm. Belə bir düstur bu. Bir şəxsin sinifdə də qorxub dərviş, qazi, alp, ərəm. Qılınç sahibi, saz sahibi, sözümü şah xəta ilə bitirirəm. Çox yoruluyum. Bir gün ələ almaz oldum mən sazım, ərşə dirək-dirək çıxar avazım. 4 şey vardır bir qarındaşa lazım. Bir elm, bir kəlam, bir nəfəs, bir saz. Sağ olun. Sağ olun, təşekkür.